Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Hava yenə də dəyişir, yəni hərarət aşağı düşəcək. Bununla bağlı News 365 az saytı Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında gecə bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. O da qeyd olunur ki, ölkədə hava şəraitinin dəyişkən bulutlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq. Azərbaycan rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə isə 20-25 dərəcə isti olacaq.